Görürsən qarşımdakı bu gadgetə büdcəli smartfon demək olarmı? Yoxsa ucuzlu və ya qiymətinə dəyməyən bir smartfon? Əvvəlcə siz yeni kanalıma dəstək olmaq üçün abunə butonuna tıklayın, hətta da zınqırov işarəsini aktiv edə bilərsiniz. Mən də gadgetin tanıtımına başlayım. Bugünkü qonağım Redmi 15 4G modelidir. Bu avadanlığı çəkilişə bizə təqdim etdiyi üçün ilk olaraq İrşada təşəkkür etmək istəyirəm. Siz də texnoloji avadanlıqlarla İrşadda yaxından tanış ola bilərsiniz. Qaydaq Redmi'nin qutu açılışına. Adətən nə pozmayaq da. Belə edirlər, necə edirlər? Nə təsir edirlər, amma nəysə. Qutunun qapağını açanda qutunun içindən balaca bir qutucuq çıxır. Belə bir qutucuq çıxır, üstündə Redmi yazılı. Və təbii ki, Xiaomi adətən nəslinə sadiq olaraq bir içinə silikon case qoyublar. Açığı sizə deyim ki, o qədər də ucuzlu bir silikona bənzəmir. Çox da keyfiyyətli bir materiala bənzəyir. Xoşum gəldi. Qəşəng. Silikon case'i qoyuruq paketinə. İçindən başqa nə çıxır? Hamının maraqla oxuduğu təlimat kitabçası. Bəlkə də içində həqiqətən də vacib bir məlumat yazılır, amma biz oxumuruq. Sadəcə burada vacib bir məlumat var. Gördüyünüz kimi telefona ya 2 sim kart gedir, ya da 1 sim kart, 1 micro SD. Bunu da qoyuruq qırağa və telefonun, smartfonun özü çıxarda bilsək. Üstündə bir çox maraqlı məlumatlar yazılıb. Buradan da belə göstərirəm. Nə düşər yerə. İndi bu məlumatların hamısı haqqında məlumat verəcəm. Gəlin əvvəlcə ənənəni pozmayaq. Səs çıxmır ki bundan. Səs çıxmayansa maraqsız olur elə bil. Bura niyə qoydum ki mən bunu? Nəysə, telefonu qoyaq. Paketimizin üstünə belə. Və qutudan görək başqa nə aksesuarlar var. Bunu qoyuruq bura. Qutudan əlavə olaraq bir Type-C çıxır. Type-C, Type-C. Daha doğrusu USB-A və USB-C başlıqlı kabel, naqil, həm fayl transferi üçün, həm də şarj üçün və 33 wattlıq belə bir başlıq çıxır. Buradan da belə göstərim. Daha doğrusu buradan belə göstərim ki, daha rahat görünsün. Bunu da qoyuruq kənara, keçirik telefonun tanıtımına. Telefonu açmışam, qurulumunu eləmişəm ki, çox vaxt getməsin. Dizaynla danışmaq istəyirəm. Bu klassik xətli dizayn son vaxtlar mənim çox xoşuma gəlməyə başlayır. Məncə telefonu daha çox premium göstərir. Telefon üzərində əlavə olaraq plyonka var deyə artıq barmaq izini çox tez saxlayır elə bil. Aşağıda burada Type-C portu var. Burada bir dinamik yerləşdirilibdir. Dinamik daha doğrusu, dinamikdir bu. Bu isə mikrofondur. Xiaomi adətən əslində xas olaraq burada bir infrared portu yerləşdirilibdir. Çox bəyənirəm Xiaomi telefonlarında. Redmi də Xiaomi'nin bir sub-brandidir. SIM kart yuvası isə sağ tərəfdə burada yerləşdirilib. Yəni buradan belə göstərim. SIM kart yuvası bu hissədə yerləşdirilibdir. Keçirik. Hara keçirik? Qutunu qoyuruq kənara. Keçirik parametrlərə. 6,9 inçlik Full HD Plus bir ekranla təchiz eləyiblər. İnanmayacaqsınız, amma ekran 144 Hz tezlikdədir. Büdcəli smartfonda bu xüsusiyyət həqiqətən də alqışa layiqdir. Ekran 374 ppi sıxlığı olan IPS paneldir. Düzdür, biraz qalın paneldir və batareyadan biraz çox istifadə edir. Lakin yaxşı tərəfindən də baxsaq, xarab olsaq xərciniz az çıxacaqdır. AMOLED və ya OLED olmasını büdcəli olmağı ilə əlaqələndirirəm. IPS olsa da sizə deyim ki, parlaqlığı o qədər də pis deyil. İndi bizim gözümüz OLED-ə örgəşib. Ona görə biraz daha parlaq ekran gözləyirik. Məncə pis deyil. Bayaq demişdim, batareyadan çox istifadə edir ekran paneli. Amma ona baxmayaraq, batareyada yetərli qədər yuxarı həcmdədir. 7000 mAh-lik bir batareya yerləşdiriblər telefona. 33 Watt ilə enerji doldura bilir. O bəs deyilmiş kimi 18 Watt-da əks enerji ötürə bilir. Yəni bu hətta dost qardaşa powerbank kimi də kömək eləmək üçün bir səbəb ola bilər. Burada deyə bilərsiniz. Bax qardaş, mənim telefonum sənin iPhone-dan yaxşıdır. 3000 manatlıq bir telefonun şarjı bütün gün bəs eləməsə də bunun şarjı düşünürəm ki, bir 2 gün bəs eləyəcək. Gəldik prosesor məsələsinə, biraz orada keyfinizi korlayacağam. Çünki prosesor Snapdragon'ın 685 prosesorudur. 6 nanometrlik arxitektura üzərindən qurulub. Gündəlik işlər üçün surfing, zəng gəldi, getdi, YouTube, Instagram və s. işlər üçün yaxşıdır. Lakin oyun məsələsində çox da performans gözləmək olmaz. Demirəm oyun oynamayın. Oyun oynamaq olar, amma gamerlar, oyunçular telefona daha biraz fərqli baxırlar, daha çox oyun oynayırlar. Qrafika cəhətdən Adreno 619-dur. Açığı
bu qiymətə telefonda nə qədər güclü prosesor gözləmək olar, onu da bilmirəm. Telefon 6 GB RAM, 128 GB daxili yaddaş və 8 GB RAM, 256 GB daxili yaddaş versiyaları ilə təchiz olunub. Məndə olan 8 GB-lıq RAM, 256 GB-lıq daxili yaddaş olan versiyasıdır. Əgər Android hər hansı telefon alırsınızsa, RAM minimal 8 GB olmalıdır. Bu da mənim sizə tövsiyəm olsun. Yeni tətbiqlər, yeni tənzimləmələr artıq minimal 8 GB rahat işlədə bilir. Bu kamera platforması qəribədir. Bax, bu nədir burada? Elə bir 3 dənə kamera qoymaq istəyiblər. Sonra mühəndis fikrini dəyişib deyib 2 dənə kamera qoyun getsin. Biri əsas kameradır, 50 megapiksellik sensorla, 1.8 diafraqmada. İkinci isə 2 megapiksellik dərinlik və makro köməkçi kameradır. Full HD 30 FPS-də video çəkmə qabiliyyətinə malikdir. Ön kamera isə 8 megapiksellik 2.0 diafraqmada bir kameradır. Ön kamerada Full HD, yəni 1080p-də 30 FPS video çəkmə qabiliyyətinə malikdir. Telefon haqqında fikirlərimi soruşsaz, deyə bilərəm ki, gündəlik istifadə üçün qiymətinə görə normal telefondur. Amma və lakin aktiv oyun və aktiv istifadə performansında o qədər də ürək açan olmaya bilər. Bayaq da qeyd elədiyim kimi, əgər siz deyirsiniz ki, Instagram, TikTok, YouTube-da istifadə edəcəm, zəng gəlib getsin, mesaj yazam və hərdən bir də bir dostlarla oyun oynayaram, o telefon onda əsilsizlikdir. Telefonun irşadda hal-hazırda məndə olan versiyasının qiyməti 429 manat 99 qəpikdir. 6 GB RAM-lı versiyası isə 359 manat 99 qəpik. Kanalıma abunə olmağı unutmayın. Suallarınızı isə şərhlərdə mütləq gözləyirəm. Hələlik növbəti videoda görüşərik.